Hər vaxtınız xeyir dəyərli izləyicilər. Reaksiya TV efirində siyasi reaksiya verilişinin növbəti canlı yayın buraxılışını izləyirsiniz. Hər birinizdən yayımızı bəyənərək paylaşmağı, eyni zamanda kanalımıza abunə deyilsinizsə abunə olmağınızı xahiş edəcəm. İlerleyen dəqiqələrdə Rusiya-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, eyni zamanda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Yusubov Rusiyada səfərdədir və Rusiyalı həmkarı Təhlükəsizlik Şurasının katibi Sergey Shoigu ilə artıq görüşünün başladığına dair informasiyalar var. İlerleyen dəqiqələrdə danışacağıq. Shoigu'nun açıklaması var. Rusiya Təhlükəsizlik Şurasının katibi Shoigu qeyd edib ki, Cənubi Qafqazda vəziyyət ümumilikdə sabitləşmə istiqamətindədir. O, Moskvanın ev sahibliyi etdiyi MDB Təhlükəsizlik Şurası katiblərinin 13-cü görüşündə qeyd edib. Shoigu xatırladıb ki, regionda sülh prosesinin əsasını məhz regional dialoq təşkil etməlidir. Sülh prosesi ilk növbədə regional xarakter daşımalı. Bu baxımdan 3+3 platformasının fəaliyyətini bərpa etmək vacibdir deyə Shoigu bildirib. Eyni zamanda nəqliyyat və kommunikasiya xətlərinin açılmasının Cənubi Qafqaz üçün həlledici əhəmiyyətə malik olduğunu xatırladaraq bunun artıq üç tərəfli işçi qrupunda razılaşdığını deməli açıqlamasında xatırladıb. İlerleyen dəqiqələrdə qeyd etdiyim MDB Təhlükəsizlik Şuraları katiblərinin deməli növbəti görüşü, Shoigu'nun açıqlamaları, Rusiya-Azərbaycan münasibətləri, Rusiya-Ukrayna müharibəsinin bildiyiniz kimi yeni informasiyalar var. Artıq davam edir. 1350-ci gündür ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Zakharov'un açıqlamaları var. Avropa deyir, Ukraynanı çöktürdü. Belə bir vəziyyət yarandı. Qərbə bir od püskürən bir açıqlaması var. İlerleyen dəqiqələrdə qeyd etdiyim və digər istiqamətlərdə məsələləri müzakirə etməyə çalışacağıq. Studiyamızın qonağı Ümid Partiyası sədri müavini Bakir Həsənbəyli ilə. Bakir bəy, salamlayıram sizi. Salam, xoş. Elə başlayaq. Deməli, qeyd etdiyim Shoigu'nun açıqlaması. Ümumilikdə gəlin birinci başlayaq Azərbaycan-Rusiya münasibətlərinin hazırki vəziyyətinə bir nəzər yetirək. Artıq o gərginlik geridə qaldımı? Əslində gərginliyin geridə qalmasını indidən söyləmək hələ ki tezdir. Siz müşahidə etdiniz və yəqin ki tamaşaçılarımızın da diqqətində olar. Deməli, hər iki ölkə prezidentlərinin o ciddi gərginlikdən sonra qarşılıqlı anlaşma şəraitindəki görüşləri oldu. Müəyyən razılıqlar deməli əldə olundu. Buna baxmayaraq qısa müddət sonra Rusiyada fəaliyyət göstərən diaspor rəhbərinin həbs olunması, düzdür, o bir müddət sonra həbsdən azad olundu. Amma buna baxmayaraq hələ də Azərbaycanlı deməli miqrantlara qarşı sağlam münasibətin olmaması bu gün də davam edir. Eyni zamanda bəzi məsələlər var ki, deməli həmin məsələlərdə çox lüzumsuz, heç bir konkret hüquqi səbəb olmadan Azərbaycanlı miqrantların ittiham olunması nüansları var. Mən bunları sadalayıb vaxt almaq istəmirəm. Çünki o qədər çoxdur ki, bu məsələlər əslində bütün bunlardan qənaətə gəlmək olar ki, Rusiya-Azərbaycan münasibətləri hələ də normal məcraya girməyib və düşünürəm ki, bu da səbəbsiz deyil. Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik mərhələsində əsl bu münasibətlərin gərginləşməsinin və kritik məcraya girməsinin səbəbi bilirsiniz ki, Rusiya oldu. 2022-ci il 22 fevralda Rusiya-Azərbaycan arasında müttəfiqlik bəyannaməsi deməli imzalanmışdı. Bu müttəfiqlik bəyannaməsində çox ciddi öhdəliklər var idi. Çox təəssüf ki, Rusiya bir çox imzaladığı sənədlərdən asanlıqla imtina etdiyi kimi bu dəfə də deməli imzaladığı və öhdəlik götürdüyü sənəddən deməli imtina etdi və hər hansı bir belə deyək də nəinki hüquqi, hətta mənəvi məsuliyyəti öz üzərində daşımadı. Məsələn, o müttəfiqlik bəyannaməsinin 2-ci bəndində belə bir deməli məqam var ki, tərəflər özlərinin milli maraqları baxımından müstəqil beynəlxalq siyasətlərini müəyyənləşdirə bilərlər. Çox təəssüf ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, Azərbaycanın 44 günlük müharibədən sonra Cənubi Qafqazın geopolitik iradə sahibi olması
belə bir mərhələyə gəlib çatması müxtəlif qlobal deməli münaqişələrin həllində Azərbaycanın deməli iştirak etməsi, Azərbaycanın özünün etibarlı partnyor imicinin qazanması Rusiya üçün kifayət qədər ciddi narahat edici bir deməli məqama, bir formata çevrilmişdi. Bilirsiniz ki, Türkiyə, İsrail, deməli Suriya, İsrail deməli anlaşmamazlığının qarşı durmasının Azərbaycan masasında həlli ilə bağlı bilirsiniz ki, dəfələrlə belə bir cəhdlər oldu. Bundan başqa demək Qəzza məsələsində bilirsiniz ki, İsrail-Fələstin münaqişəsində Azərbaycanın dəvət olunması, Azərbaycanın sülh məramlıların tərkibində olması ilə bağlı fikir mübadiləsinin aparması, digər çox saylı nüanslar var ki, və eyni zamanda Azərbaycanın etibarlı enerji təminatçısı rolunda olması sözsüz ki, bütün bunlar Rusiyanı narahat edirdi. Məsəl üçün, 3-cü bənddə var idi ki, o bəyannamənin 3-cü bəndində var ki, tərəflər qarşılıqlı deməli etimad və etibarı saxlamaqla sülhün qorunub saxlanılmasına birgə deməli cəhd olunmalıdır. Amma nə baş verdi? Azərbaycanın mülki təyyarəsi vuruldu. Azərbaycan vətəndaşları günahsız olaraq deməli öldürüldü. Bu məsələdə bu bir belə deyək də beynəlxalq konvensiyalarla müzakirə mövzusu ola biləcək bir cinayət baş verdi. 7-ci maddədə bildirilir ki, tərəflər bu demək bəyannamənin tələblərini pozmamağa çalışmalıdır. Amma Rusiya nə etdi? Azərbaycanlı miqrantlara qarşı bilirsiniz ki, lüzumsuz və heç bir hüquqi əsası olmadan əməliyyat keçirdi. Hətta 2 nəfər Azərbaycan deməli vətəndaşı, Azərbaycan kökənli soydaşımız qətlə yetirildi. Onlarla insan müxtəlif işgəncələrə məruz qaldı və mən düşünürəm ki, bütün bunlara görə Rusiya demək aydınlıq gətirməlidir. Siz Şoyqu ilə cənab Usubovun görüşü ilə bağlı məlumat verdiniz. Mən düşünürəm ki, ən çox bu görüşdə məhz bu cür baş vermiş hadisələr var ki, və bu hadisələr negativ hadisələrdir. Düşünürəm ki, bu negativ hadisələrə Rusiya tərəfi hüququn icazə verdiyi istiqamətdir. Yəni şəxsi belə deyək də özünün təxəyyülü ilə deyil, hüququn icazə verdiyi istiqamətdə cavab verməlidir və bu məsələlərlə aydınlıq gəlməlidir. Fikir verirsinizsə, siz də qeyd etdiniz ki, Şoyqu kommunikasiyaların açılması ilə bağlı, sülh prosesi ilə bağlı məsələlərdə Rusiyanın hazır olduğunu və yaxud Rusiyanın maraqlı olduğunu bu məsələlərdə Rusiya tərəfinin şablon açıqlamasıdır. Sözsüz ki, bu şablon açıqlamadır. İkinci bir tərəfdən Rusiya bilirsiniz ki, Rusiyaya qarşı tətbiq olunmuş 19 sanksiya paketi var. Rusiya üçün ən kiçik nəfəslik belə onun üçün əhəmiyyətlidir. Rusiya Ermənistanın bütün şıltaqlıqlarına rəğmən öz iqtisadiyyatının bir hissəsini, Ermənistan iqtisadiyyatının tam hissəsi, Rusiya iqtisadiyyatının bir hissəsi qara bazar üzərində formalaşıb. Qeyri-legal ticarət üzərində formalaşıb. Bütün bunlara rəğmən Rusiya üçün yeni bir nəqliyyat dəhlizinin açılması, o nəqliyyat dəhlizində onun iştirak etməsi və ya pay alması əslində Azərbaycandan daha çox Rusiya üçün daha çox əhəmiyyətlidir. Bəli. Yayımızı davam etdiririk. Dəyərli tamaşaçılar, Rusiya-Ukrayna cəbhəsindəki son vəziyyətlə bağlı 1351-ci gündür qeyd etdim. Müharibə davam edir və Rusiya Xarici İşlər Nazirinin sözçüsü Mariya Zakharovanın açıqlaması var. O qeyd edib ki, Ukrayna iqtisadi cəhətdən güclü ölkə ola bilərdi, lakin onun inkişafı Avropa tərəfindən dəyişdirilib və dağıdılıb. Eyni zamanda Rusiyalı bir general var. Deməli, Rusiya Zabitlər İttifaqının sədri olmuş istefadakı general-polkovnik Leonid İvaşovun açıqlaması var ki, Rusiya strateji baxımdan məğlub olub. Biz Brovestnik raketinə və Poseidon nüvə torpedasına ağaca mamır yapışan kimi yapışmışıq. Əslində ABŞ-yə onlarla atəş açsaq, bu şeylər hədəflərinə çatmamış bizi məhv edə bilərlər, deyir Rusiyalı generalın da belə bir açıqlaması var, dəyərli tamaşaçılar. Bakı bəylər, Rusiya-Ukrayna cəbhəsindəki son vəziyyət bu istiqamətdə yayımızı davam etdirik. Buyurun. Rusiya-Ukrayna müharibəsi əslində
deməli Zaxarovaya deməli müstəvidə haqq qazandırmağa çalışıram ki, əslində burada siyasi katalizator rolunu oynayan Avropa və Qərb dövlətləri oldu. Bu müharibə olmaya da bilərdi. Bu qədər insan itkisinə lüzum da qalmazdı. Bu qədər deməli maliyyə, iqtisadi itkilər, eyni zamanda infrastrukturun dağılması məsələsi. İkinci Dünya müharibəsindən sonra yeganə münaqişədir ki, dünyada təchizat zəncirinin qırılmasına səbəb olan münaqişədir. Yəni bu çox ciddi münaqişədir. Bu münaqişə Birləşmiş Millətlər Təşkilatı 2024-cü ildəki statistikasında 183 deməli coğrafiyada münaqişənin olması ilə bağlı məlumat verdi və bunların içərisində sözün əsl mənasında ən dəhşətli münaqişə Rusiya-Ukrayna münaqişəsidir. Və Avropa Ukraynanın iqtisadi inkişafını tormozladı məsələsində əslində Rusiya hücum etməsəydi, Ukraynanın iqtisadiyyatı bilirsiniz ki, Ukrayna Avropa ölkəsidir. Daha doğrusu Avropaya aid olan ölkədir və ən məhsuldar olan ölkədir. Demək olar ki, Avropa ölkələri içərisində dünyada kənd təsərrüfatı məhsullarının təminatı ilə bağlı digər nüanslar var ki, onunla bağlı Ukrayna kifayət qədər münbit torpaqlara sahib olan bir ölkədir və işçi qüvvəsinin normal qaydada olması və bu təminatın həyata keçirilməsi məsələsi əslində Rusiyanın dediyim kimi işğalçılıq siyasəti nəticəsində demək olar ki, aradan qalxmaqdadır bu məsələlər. Məsələn, Rusiyanın əslində fikir verirsinizsə, infrastruktura ciddi zərbə vurmaları, ciddi ziyan deməli vurmaları, orada dağıntılarla müşahidə olunan bombardımanların olması məsələsi əslində Rusiyanın özünün bu cür deməli inkişafa anlaqlı şəkildə, şuurlu şəkildə düşünülərək mane olmasına hesablanmış bir məsələdir. Rusiya üçün bugün heç də torpağa, əraziyə ehtiyacı yoxdur ki, Rusiyanın. Müharibədən əvvəl Rusiya Statistika Komitəsinin özünün verdiyi məlumata görə Rusiyanın 5000 kəndi boş idi, insansız idi. Yəni insanlar orada yaşamırdılar. Niyə görə yaşamırdılar? Çünki insanların yaşaması üçün orada Rusiya dövləti hər hansı bir şərait qurmaqda çətinlik çəkirdi. Bu imkanlar xaricində idi. Çox qəribədir ki, SSR dönəmində bugün o sizin də qeyd etdiyiniz general əslində çox doğru və düzgün qeyd edir bu məsələləri. Siz SSR dönəmində xatırlayın, bir deməli elmi texniki tərəqqi söhbət hərbidən getmir. Digər sahələrdən gedir. Ta ki, sənaye sahəsində Rusiya hansı belə deyək də ortaya bir elmi texniki tərəqqinin bir nəticəsini, bir nümunəsini qoymuşdu ortalığa. Nəqliyyat məsələsində, avtomobil istehsalı ilə bağlı kifayət qədər qərbdən, Avropadan geri qalan komfortu ilə bağlı, digər nüanslarla bağlı deməli geri qalan avtomobillərin istehsal edilməsi. İstər SSR, istər Rusiya bütün dönəmlərdə özünün deməli əsas gücünü müdafiə sənayesi istiqamətində qoyub. Məsələn, artıq 4 ilə yaxın davam edən müharibədə də çox təəssüf ki, bu prinsiplərinin əl çəkmir və özünün iqtisadiyyatını müdafiə sənayesinə köçürdü Rusiya. Əslində bu istiqamətdə fəaliyyət göstərir. Amma bir şey unudulur ki, və bunu bir müddət öncə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump da bildirdi ki, Rusiya Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdədir. Nüvə imkanları ilə bağlı, silah imkanları ilə bağlı məsələlərdə. Sadəcə Qərbin və Avropanın Rusiyanın tükətmə siyasəti əslində Ukraynanın özünün belə deyək də dövlət olaraq az qala bütün ərazilərinin dağılması ilə nəticələnir bu məsələlər. Məsələn, uzaq mənzilli qanadlı raketlərin verilməməsi məsələsi, öhdəlik götürdüyü maliyyə imkanları var ki, məsələn, Zelenski 2023-cü ildə, hələ 2024-də deyək, 2023-cü ildə bildirmiş ki, Avropa İttifaqı özünün müdaxilə məhsulunun yalnız 1% deməli Ukraynaya versə, biz ən azından Rusiyaya müqavimət göstərə bilərik. Söhbət hücumdan getmir, işğal olmuş ərazilərin geri alınmasından getmir, yalnız müqavimət göstərə bilərik. Avropa bunu etmək imkanları varmı? Əlbəttə var. Lakin bunu nə üçün etmir? Çünki müharibənin bir an qurtarmasının əleyhinədir. Hətta fikir verirsinizsə, deməli, mən nə qədər siyasətini bəyənməsəm də,
Amma bir nüansda onlarla razıyam ki, məsələn, Macarıstanın Xarici İşlər Naziri, bu gün də Macarıstanın Baş Naziri Orban bildirir ki, müharibənin uzanmasında demək, Avropa dövlətləri kifayət qədər maraqlıdırlar və əslində bunlar müharibə dövlətlərinə, müharibə təşkilatlarına çevriliblər. Bu çox doğru, çox doğru deməli seçilmiş ifadədir. Yəni bu baxımdan mən düşünürəm ki, əgər Avropa və Qərb öz öhdəliyini yerinə yetirə bilsə, halbuki yerinə yetirməklə bağlı hələ ki elə bir ciddi addım atmır. Məsələn, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın hakimiyyətə gəlməsindən sonra artıq silahları Ukraynaya göndərmir, silahları Avropaya satır və onu da qeyd edim ki, silahları Biden dönəmindən indi 10% daha artığına Avropaya satır və Avropa o Amerikadan Biden zamanından aldığından 10% artıq deməli qiymətlərlə alıb Ukraynaya ötürür. Ukrayna nə qədər ki uzaq mənzilli raketlərin verilməsi, müasir silahların verilməsi yubadılacaqsa və yaxud bu tormozlanacaqsa, müharibənin zamanı bir o qədər də uzanacaqdır. Müharibə nə vaxt dayana bilər? Müharibə yalnız Rusiyanın içərilərinə deməli sirayət etdikcə dayana bilər. Bax, fikir verirsinizsə, artıq deməli özünün istehsal etdiyi dronları var Ukraynanın. 1400-1600, hətta 2000 kilometrə qədər deməli Rusiyanın dərinliklərinə gedə bilir və neft emalı zavodlarını, deməli müxtəlif deməli bazaları vurur və o bazaları vurmaqla fikir verirsinizsə, çox qısa zaman kəsimində, məsələn 5-6 neft emalı deməli zavodlarının o dronlar vasitəsilə vurulması Rusiyanın müxtəlif şəhərlərində yanacaq qıtlığının yaranmasına səbəb oldu və dərhal da etirazlarla müşahidə olundu. Rusiyanın özünün iqtisadiyyatı bu gün normal deyil. 2025-ci ilin ilk 7 ayında Rusiyada 67 super və hipermarket deməli öz fəaliyyətini dayandırıb. Nədən dayandırıb? Çünki alıcılıq qabiliyyəti yoxdur. Rusiyanın Dövlət Dumasında artıq deputatlar kasıblar üçün nəzərdə tutulan dükanlar, mağazaların açılmasını belə təklif edirlər. Rusiya əhalisinin 2025-ci il başlayandan Rusiya əhalisinin 63%-i artıq özünün ailə büdcəsini qoruyub saxlamaq deməli prinsiplərinə üstünlük verirlər. Bu da nə ilə nəticələnir? Bilirsiniz ki, Ruslar daha çox əyləncəyə, istirahətə vaxt ayırmayı sevən millətdilər, amma artıq o əyləncə və vaxt ayırma nüansları aradan qalxıb və bu da Rusiyanın özündə paralel olaraq otelçilikdir, restorandır, kafedir, digər bu tip deməli iaşə obyektləri var ki, onların getdikcə fəaliyyətini sıradan çıxır və sözsüz ki, bu əslində Rusiyanın içkiləridir bu məsələlərdə. Yəni bu baxımdan Rusiya qazanan tərəf deyil, itirən tərəfdir. Rusiya sözsüz ki, müharibədə deməli hər hansı bir, məsələn, tutaq ki, Rusiyanın Müdafiə Nazirliyi məlumat verir ki, bugün biz məsələn filan kəndi işğal etdik və s. və axır məsələlərdə. Əslində Rusiyanın 2022-ci ildən bugünə kimi başladığı müharibədə işğal etdiyi ərazi 2014-cü ildən sonrakından söhbət gedir. Heç 1% deyil. Yəni Ukrayna ərazisinin 1% deyil. Amma nə baş verir? Rusiyada hal-hazırda bu ötən gününkü məlumatıdır. Təxminən Rusiyada 400 minə yaxın insan əl-ayaq amputasiyasına deməli məruz qalıb, yəni ətraflarının belə deyək də cərrahi müdaxiləsi ilə itirilməsinə səbəb olub və hətta protez istehsalı sənayesinin əvvəlkindən 3 dəfə daha artıq deməli bu istiqamətdə istehsalın olması ilə bağlı məlumatlar məhz Rusiyanın özünün media strukturlarında, media quruluşlarında deməli bu yayımlanır. O baxımdan yəni əslində Zaxarovanın nə deməsindən asılı olmayaraq Rusiya bugün itirən tərəflərdən birincisidir. Düəli Ukraynada da dediyim kimi dağıntılar böyükdür, insan itkiləri böyükdür, amma Rusiya ilə bağlı məsələlərdə Putin nədən müharibənin saxlanmasında o qədər maraqlı görsənmir? Çünki qazandığı hər hansı bir nüans olmadan az qala 2-ci Dünya müharibəsi qədərdir. Artıq Rusiya-Ukrayna müharibəsinin belə deyək də başlama tarixi yəqin ki 2026-cı ildə də bu müharibə davam edəcəkdir. Çünki heç bir razılıq yoxdur. Əldə olunan nəticə nədir? Əldə olunan nəticə sıfırın altında hansı rəqəmi yazırsınızsa yazın, mənfi istiqamətdə itkiləri isə o qədər böyükdür ki, bunu hesablamaq üçün yəqin ki sözsüz ki
Rus xalqı Putinlə və onun müharibə tərəfdə olan komandasından o nüansları nə vaxtsa soruşacaqdır. Bəli. Bu məqamda istəyərdim Bakir bəy, sizdən Trump və Biden administrasiyalarının bir müqayisəsini alım. Hazırda Biden hakimiyyətdə olsaydı, burada Ukraynanın mövqeyi necə olacaqdı? Yəni həm təminat baxımından, həm də ümumiyyətlə müharibə davam edirdi indi. Sözsüz ki, o dövrdə də müharibə belə deyək də öz tempi ilə davam edirdi. Yenə insan itkisi, yenə dağıntılar. Bu gün də yenə eyni formada davam edir. Sadəcə silah təminatı ilə bağlı məsələlərdə fərqlilik var idi. Maliyyə təminatı ilə bağlı məsələlərdə fərqlilik var idi. Amma heç də Trump'ın dövründən fərqlənmirdi. Hansı mənada fərqlənmirdi? Çünki sən filan ərazini vura bilərsən, filan ərazini vura bilməzsən. Filan kilometraja qədər silahından bəli, istifadə edə bilərsən, filan. Yəni, bu məhdudiyyətlərlə müharibənin aparması məsələsi, bu əslində Ukraynanın özünün əlinin qolunun bağlanması məsələsidir. Özdə məqsədi şəkildə bağlanması məsələsidir. Məsələn, bəzən elə bizim siyasi şərhçilər, politologlar, siyasilər Ukrayna-Rusiya müharibəsini Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqələndirlər. Bəli, işğalçılıqla bağlı məsələlərdə bu nüansları nəzərə alsaq, hər iki dövlət istər Azərbaycan, istər də Ukraynaya özünün işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı bu gün müharibə aparır. Amma heç kim Azərbaycana məhdudiyyətlər qoymurdu ki, sən hansı ərazini terrorçuların, işğalçıların, revanşistlərin deməli, məskunlaşdığı olduğu hansı ərazini vura bilərsən, hansı ərazini vura bilməzsən. Məsəl üçün, biz nə qədər bizə qarşı millət olaraq, dövlət olaraq əskərimizə, zabitimizə, dövlətimizə, ölkəmizə, millətimizə qarşı nə qədər, belə deyək də, negativ münasibət göstərsələr də söhbət Qarabağda yaşayan ermənilərdən gedir. Xatırlayırsınızsa, hətta biz deməli, o Xankəndinə bir neçə avtomobil çörəyin göndərilməsi, onun göndərilməsi məsələsi var idi ki, qadınları verdilər, əl qarşısına aldılar ki, halbuki biz çörək təklif edirdik o insanlara. Söhbət ondan gedir ki, bütün bunlara rəğmən Ermənistana ötən günlərdə taxıl göndərir, Azərbaycana tranzit. Qazaxıstandan, onun arxasınca Rusiyadan, yəni Azərbaycan, yəni çox kifayət qədər ciddi şəkildə Azərbaycan bu addım atdı. Heç Rusiya ilə bağlı fikir verirsinizsə, Rusiyadan taxılın gəlib Azərbaycan üzərindən, sonra Gürcüstan üzərindən deməli Ermənistana getməsi məsələsi, onunla bağlı hər hansı bir mətbuatda məlumat var idi, amma qərarın qəbul olması bağlı hər hansı bir deməli məlumat dərc olunmamışdı. Amma buna baxmayaraq Azərbaycan bu addımı da atmışdı. Yəni biz həmin o 44 günlük müharibə dönəmində, ondan sonraki o qısa müddətli antiterrorda da biz artıq özümüzü müəyyən etdiyimiz hərbi deməli siyasətimiz vardı, hərbi strategiyamız vardı və ona uyğun hərəkət edirdi. Amma Ukraynada Biden administrasiyası ilə deməli Trump administrasiyası arasındakı fərq yalnız Trump'ın bu məsələlərə qazanc gözü ilə həm də baxması məsələsi bu müharibəyə. Həm Rusiyanın tükənməsində maraqlı olması, paralel olaraq bu məsələdən qazancı çıxması, mineral torpaqlı ehtiyatların bilirsiniz də o birgə istismarı ilə bağlı bir müqavilənin imzalanmasına da məcbur etmə deməli siyasəti oldu Ukraynanın bu məsələlərlə bağlı. Amma dediyim kimi prinsip etibarilə itirən Ukrayna xalqı, Ukrayna dövlətidir, qazanan isə Avropa və Qərbdir. Deməli, Ermənistan-Azərbaycan münasibətlərinə ilə məqamda istəyirəm toxunaq. Deməli, Konstitusiyaya dəyişiklik Ermənistanın daxili işidir. Bu barədə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Orbel Analitik Mərkəzinin təşkil etdiyi sülh testi Ermənistan Respublikasının Xarici İşlər Naziri ilə söhbət adlı konfransda deyib. Bildirilib ki, Azərbaycan media orqanının nümayəndəsi tərəfindən nazirə dəyişiklik nə vaxt olacaq sualı verilib. Cavabında Xarici İşlər Naziri deməli Mirzoyan Azərbaycanlı jurnalistin konfransda iştirakını alqışlayaraq sualın standart xarakter daşımasından təəccübləndiyini bildirib. Mən sizin yerinizdə olsaydım fürsətdən istifadə edib daha az istehzalı sual verərdim. Mirzoyan xatırladıb ki, bu mövzu Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə qaldırılıb və İrəvanın cavabı dəyişməyib. Nazirin sözlərinə görə sülh bərqərar olub, əsas məsələlərdən anlaşma var, amma başqa məsələlər də var ki, onlar haqqında razılaşma yoxdur, deyir. Razılaşma olmayan məqamlar nələr nəzərdə tutulur? Bax, biz biraz öncə Azərbaycanın xoş məramlı, deməli bir missiya yerinə yetirdiyindən bağlı danışdıq.
çox təəssüf ki, eyni addımları biz Ermənistanla bağlı görürük. Məsəl üçün, biz indi o nüansa da toxunacaq, amma vaxtımız varsa qısa toxunaq. Məsəl üçün, mina xəritələrinin verilməsi ilə bağlı məsələlərdə. Ermənistan Azərbaycana 400 minə yaxın minanın xəritəsini verib. Halbuki, bunu beynəlxalq təşkilatlarda Azərbaycan tərəfində təsdiqləyib ki, Azərbaycan ərazisində 1,5 milyon mina deməli bastırılıb. Bunun yalnız 400 minə qədərinin deməli xəritəsi verilib. O xəritələrində yalnız 25% özünü doğruldub, yerdə qalanları isə səhvdir. Amma bütün bunlara rəğmən, məsəl üçün Paşinyan hökuməti həmin o mina xəritələrini Azərbaycana təqdim etmir. Bunun belə deyək də, siyasi riyakarlığının bir tərəfi. Mən nəyə təəccüblənirəm? 2 gün öncə Azərbaycan televiziyalarının birində məhz bu istiqamətdə bir çıxışım var idi və o çıxışımdan sonra sosial şəbəkədə bir nəfər mənə yazdı ki, düzdür, mən sizin çıxışınızı diqqətlə dinlədim, amma Paşinyan haqqında dediyinizlə razılaşmıram, Paşinyan çox demokratik adamdır. Mən ona xatırlatdım ki, Paşinyanın 2020-ci ilə qədər Qarabağ Ermənistandır nöqtə şüarını unutmayın. Mahiyyət etibarilə ermənidir. Yalnız bu adamlar, belə deyək də, situasiyaya uyğun bunlar dəyişə bilirlər və bu dəyişmə əslində kardinal dəyişiklik deyil. Bu insanlar, məsələn, mən misal kimi gətirim və bunu bir dəfə də efirlərin birində demişəm, işğal dönəmində doğulmuş ermənilər 2020-ci ildə Azərbaycana qarşı döyüşdülər. Nəzərə almaq lazımdır ki, deməli, bu şəxslərlə bağlı, bu şəxslərə, deməli, Azərbaycanla, Türklə bağlı, onların düşmən obrazının yaradılması ilə bağlı siyasət bitmir. Bitməməyinin, demək, faktlarından birini Paşinyan özü bir neçə gün əvvəl müsahibələrinin birində deyir ki, mən əyalətlərin birində deməli, görüş keçirirdim, məktəblərin birinə daxil oldum, şagirdlərə tapşırdım ki, hal-hazırda nə düşünürsünüzsə onun bir rəsmini çəkin və mənə təqdim edin. Deyir, bütün sinif 2 şəkil çəkdilər, rəsm çəkdilər. Bir, Ağırdağın şəklini çəkdilər, bir də Qondarma Erməni soyqırım abidəsini çəkdilər. Deyir, mən dəhşətə gəldim, soruşdum, sizin bu qədər gözəl təbiətiniz var, sizin bu qədər deməli, bulaqlar, çaylar və s. Niyə o gözəllikləri çəkmirsiniz? Məhz bu 2 şəkil çəkirsiniz deyir. Bütün şagirdlər bir nəfər kimi müəllimlərin gözünün içinə baxdılar. Yəni, burada məsələ nədən ibarətdir? Bugün də Azərbaycan türkünə qarşı, ümumiyyətlə, türk insanına qarşı, türklərə qarşı ermənilərin içərisində bu tarixi bir nifrət var. Bunu çıxartması mümkün deyil. Eyni zamanda Mirzayan da, Paşinyan da, bunlar da ermənidilər. Və deməli, konstitusiya yalnız Ermənistanın özünün istəyəcəyi təqdirdə. Axı, sən niyə mənim torpağıma iddia edirsən? Məsəl üçün, tək elə bilirsiniz ki, Azərbaycan ərazisinə iddiadır. Gürcüstana iddialar var. Türkiyənin 6 vilayətinə iddialar var ki, ümumilikdə Ermənistanın Azərbaycana və Türkiyə ərazisini etdiyi iddialar mövcud Ermənistan ərazisi, halbuki qədim Azərbaycan torpağıdır, 7 dəfə böyükdür. İddia etdiyi ərazilər Türkiyə və Azərbaycanla bağlı məsələdir. Ermənistan, deməli, baş naziri genosidlə bağlı fikirlər səsləndirir ki, bu Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin ortaya atdığı, deməli, bir nüansdır, filandır. Amma Ermənistan Cinayət Məcəlləsinin 136-cı maddəsində genosidi tanımamaq, genosidin əleyhinə olmaq cinayət məsuliyyəti daşıyır. Yəni, bu sənin əlindədir də parlamentə çıxart, o maddəni oradan çıxart. Hələ referendumdan qabaqdan söhbət gedir ki, Azərbaycan da görsün ki, sən mina xəritələrini verirsən, cinayət məcəlləsində o cür maddələr var, onu verirsən. Amma bütün bunlar, mən sizə bir məsələni deyim, Arzu bəy, bütün bunlar tarixin müxtəlif dönəmlərində, mərhələlərlə həyata keçəcəkdir. Ermənistan sözün əsl mənasında dilemma qarşısındadır. Biz biraz öncə Rusiyadan danışanda biz qeyd etdik ki, Ermənistan iqtisadiyyatı qara bazar, qeyri-legal ticarət üzərində formalaşıb. Bu qeyri-legal ticarətin nə vaxtsa belə deyək də, ləğv olunması, nə vaxtsa aradan qaldırılması Ermənistan iqtisadiyyatının avtomatik çöküşünə səbəb olacaqdır. Ermənistan baş naziri 2023-cü ildə, 2024-cü ildə fəxrlə bildirirdi ki,
Ermənistan iqtisadiyyatı ümumdaxili məhsulun 12% deməli miqdarında artım var və sair və axır məsələlərdə. Nə baş verir? Dediyim kimi bu qeyri-legal ticarətin məntiqi nəticəsi idi. Ermənistan deməli dövləti, hökuməti, erməni xalqı bilməlidir ki, onların Rusiya orbitindən çıxması, digər dövlətlərin əlaltısına çevrilməsi, vasitəsinə çevrilməsinin xilas kodeksi yalnız Azərbaycan Türkiyə ilə münasibətlər üzərində qurula bilər. Yalnız bu ola bilər. Məsəl üçün, İqtisadiyyat Naziri, Ermənistanın söhbət İqtisadiyyat Nazirindən gedir. O bildirir ki, Ermənistan-Türkiyə arasında sərhədlərin açılması Ermənistan-Türkiyə arasında ticarət dövriyyəsini 800 milyon dollara qədər, hətta 1 milyarda qədər artıra bilər. Bu 2020-ci ildən sonra olan ticarət dövriyyəsi Türkiyə ilə Ermənistan arasında 330 milyon idi. 2020-ci ildə qədər heç o da yox idi. Hətta Paşinyan, bax bu günləri o belə deyək də, mənə Paşinyan demokrat olmasını sübut etməyə çalışan o hörmətli soydaşımız da başqalarına da mesaj olaraq Paşinyan qərar vermişdi Türk mallarının deməli İrəvanda ümumiyyətlə Ermənistan ərazisində satılmasının qadağan olunması ilə bağlı. Nədən? Çünki Fransa bu məsələlərdə maraqlıdır. Çünki Biden administrasiyası bu məsələlərdə maraqlıdır. Çünki Avropa İttifaqının o belə deyək də bəhbəhlə təriflənən o komissarları var ki, siyasi rəhbərləri vardı. Onlar maraqlıdır bu məsələlərdə. Amma nə baş verdi? Adamlar getdikcə görürlər ki, Azərbaycan hətta sülh müqaviləsi imzalamadan çox xoşməramlı addımlar atır. Əslində Azərbaycanın atdığı addımlar Paşinyanın 2026-cı ilin iyununda keçirilən parlament seçkilərində əlini gücləndirəcək amillərdir. Yəni Paşinyana bugün ittiham nədən ibarətdir revanşistlərdə? Sən yalnız belə deyək də peşkəş verirsən, halbuki biz heç kim bizə heç nəyə peşkəş verməyib. Biz belə deyək də öz dəmir yumruğumuzla işğal olunmuş ərazilərimizi almışıq. Şəhidlərimizi Allah rəhmət etsin, şəhidlərimizin qanı bahasına, qazilərimizə, yaralı qazilərimizə Allah şəfa versin. Onların fədakarlığı ilə və Cənab Ali Baş Komandanın əvəz olunmaz deməli komandanlığı ilə, rəhbərliyi ilə biz bu torpaqlarımızı işğaldan azad etmişik. Kimsə bizə nəyəsə hədiyyə verməyib və o torpaqlar bizim ata-baba yurtlarımızdır və biz orada deməli ömür boyu tarix nə qədər duracaqsa, insanlıq nə qədər yaşayacaqsa biz orada olacağıq o məsələlərdən bağlı. Amma dediyim kimi bu addımlar ki var ki, Cənab Prezident tərəfindən bu addımlar atılır. Əslində bu Paşinyanın əlini gücləndirən amillərdir. Paşinyan, əgər Azərbaycan Prezidenti bir addım atırsa, Paşinyan hakimiyyətdə qalması üçün, öz komandasını qoruması üçün, öz hakimiyyətini qoruması üçün Azərbaycan Prezidentinə qarşı 10 addım atmalıdır. Azərbaycan Prezidentinin təklif etdiyi məsələlər var ki, onları bir mənalı şəkildə həyata keçirməlidir. Amma nə baş verir? Erməni mahiyyəti özünü göstərir. Mirzəyan deyir ki, biz kiminsə diktəsi ilə, bu diktə deyil, bu bizim tələbimizdir, qanuni tələbimizdir. Sən kiçik bir dövlət Rusiyanın deməli sənə yardımları hesabına, Azərbaycan torpaqlarını ki, o Azərbaycanda hələ dövlət də tam, müstəqil dövlət də tam formalaşmamışdı. Hələ bizim hərbimiz də tam formalaşmamışdı, ordumuz da tam formalaşmamışdı. Bugünkü imkanlarımızın heç milyonda biri yox idi ki, Rusiyanın sən köməkliyi ilə ərazimizi işğal etmişdin. Amma nə baş verdi? Azərbaycan 30 il keçməsinə rəğmən öz torpaqlarını bu dünyada demək olar ki, çox nadir təsadüf olunan bir hadisədir. Öz torpaqlarını azad etdi və bugün də torpaqlarının belə deyək də sərhədlərini var gücümüzlə qoruyuruq və sizin bundan sonra nəinki bizim hər hansı bir belə deyək də kəndimizə, hətta hər hansı bir belə deyək də bir kvadrat metrlik ərazimizə belə daxil olmanız sizin ümumiyyətlə xəyal məhsulunuz ola bilər. Reallıqda isə mümkün deyil. O baxımdan mən düşünürəm ki, Mirzəyanın nə deməsindən asılı olmayaraq Ermənistan konstitusiyası mütləq dəyişiləcəkdir. Mütləq Azərbaycanın tələbləri ilə, tələblərinə uyğun formada demək, sülh müqaviləsi imzalanacaqdır. Biz Ermənistanla, mən bunu bir neçə dəfə demişəm və bugün də təkrarda düşünürəm, qüsur yoxdur. Biz Ermənistanla dost olmağa məcbur və məhkum deyilik. Ümumiyyətlə, mən Ermənistanla, erməni milləti ilə dostluğun olmasının tam əleyhiniyəm. Xain xislətlə, çünki bu
5-ci ildə, 18-ci ildə, 88-ci ildə, bu gün də davam edir. Yəni bu əgər 100 ildən artıq bir dönəmdə bu xislət davam edirsə, deməli bu xislət bunların ruhuna çökübdür. Bu toksik kilsənin toksik ideolojisi var ki, o ideoloji bunların ruhuna çevrilib. Amma biz onlarla qonşu olmağa məcburuq, məhkumuq. Çünki nə onlar köçüb gedən deyil, nə biz köçüb gedən deyilik. Mən düşünürəm ki, dinc, sabit qonşuluq münasibətlərini saxlamaq lazımdır. Bunun üçün erməni xalqına Paşinyan üzərinə düşən ən böyük öhdəliklərdən biri erməni xalqına sülh mədəniyyətini təlqin etməkdir. Bəli, elə Mirzəyandan daha bir açıqlama var. Türkiyə ilə bağlı qeyd edir ki, Türkiyədən Ermənistana uçuşların sayı artırılacaq. Təkcə İrəvana deyil, həm də Gümrüyə bu birbaşa uçuşlar deməli uçuşların həyata keçirilməsi reallaşacaq. Son olaraq ölkə başçısı ötən günlərdə AMEA-nın 80 illiyi ilə bağlı bildiyiniz kimi səfəri oldu Milli Elmlər Akademiyasına və oradakı çıxışında da Qərbi Azərbaycana dönüşlə bağlı o Göyçə məsələsini diqqətə çatdırdı. Siz qeyd etdiyiniz işğal dövründə dünyaya gəlmiş o uşaqlar bu deməli müharibə dövründə bizə qarşı silah tuşladılar. Bax o elə o deməli bizim o dönüşümüz reallaşarsa, həm də onların gəliş-gedişi, mümkün təxribatlar, yəni bunlar necə gözə alınacaq? Bu məsələlər var. Mən elə bunu məhz sizin aparıcılığınızla, məsələ bax bu deməli studiyada Siyasi Reaksiya TV-nin bax bu studiyasını demişəm ki, dünyada 2 erməni qalsa belə Azərbaycan torpağına iddia edəcəkdir. Bir erməni qalsa iddia etməyəcəkdir. Çünki onun da məsləhət eləyəcəyi elə bir şəxs adam olmayacağı təqdirdə. O baxımdan ermənidən təxribatın həmişə, hər zaman, tarixin bütün dönəmində gözlənilməsi mümkündür. Çünki erməni öz xüsusiyyətindən imtina etməyəcəkdir. Və bizim soydaşlarımızın öz ata-baba torpaqlarına qayıtması məsələsi. Bir nüansı istəyirəm diqqətinizi çatdıram sizin. Politologiyada da Pifaqor deyir ki, dünya rəqəmlər üzərində bərqərar olub. Politologiyada da rəqəmlər var. Məsəl üçün, tutaq ki, bir toplumun 4%-ı eyni vaxtda ayaqda durarsa, həmin deməli, coğrafiya rəhbərlik edən hakimiyyətin dəyişilməsinə qədər gedər bu proses çıxa bilər. 4%-dan gedir söhbət. Bizim deməli soydaşlarımızın öz ata-baba torpaqlarına, İrəvan xanlığına qayıtması məsələsində o erməni cəmiyyətinin, mövcud erməni cəmiyyətinin 13% deməli miqdarında oldu. Bu nə deməkdir? Bu artıq 3 dəfədən də artıq məsələdir. Bu kifayət qədər ciddi bir rəqəmdir. Niyə mən bu rəqəmlər üzərində fikrimi qurdum? Paşinyanın özünün sabit elektoratı var. 13%. Yəni Paşinyan deməli hətta müharibədə uduzmasına rəğmən yenidən baş nazir seçilməsi, partiyasının belə deyək də ölkənin birinci partiyasına çevirməsinin səbəblərindən birincisi həmin o sabit 13% idi. Nəzərə alın ki, Azərbaycan türkü öz ata-baba torpaqlarına, İrəvan xanlığına qaydanda deməli orada 13% sabit elektorat olur. Əlbəttə ki, bu Ermənistan hökumətini, Ermənistan hakimiyyətini, Ermənistan xalqını qorxuzan nüans odur. Erməni politologları nə deyirlər? Əgər Azərbaycanlılar yenidən deməli İrəvana qayıdılsalar, İrəvan xanlığına, öz ata-baba torpaqlarına qayıtdıqları təqdirdə onların artım tempi sözsüz ki, erməniləri üstələyəcəkdir və bu üstələmə onların qısa müddətdən sonra Ermənistanda belə Türk hakimiyyətinin yaranmasına səbəb olacaqdır. Nüans bu da başqa bir məsələlər deyil. Amma bu məsələ ilə bağlı da belə deyək də düşündüyümü deyib, sözsüz ki, biz o torpaqlara qayıdacağıq. O torpaqlar çünki bizimdir, o torpaqlar bizə məxsusdur. Mən bir türk deməli sənətli filminə baxdım, türklərin çəkdiyi sənətli filmə baxdım. Azərbaycanlıların bir zamanlar yaşadığı torpaqların 88-ci ildən bugünə qədər bir nəfər belə söhbət kəndlərdən gedir, şəhərlərdən, rayon mərkəzlərinə getmir. Bir nəfər belə Ermənistan 88-ci ildən bugünə qədər bir nəfər belə orada məskunlaşmayıblar. Deməli, cığırları, yolları göstərirlər, cığırlar, yollar ot basıbdır. Gəzilən yerə ot basa bilməz axı. Deməli, nədir? O torpaqlar bizi gözləyir, biz sözsüz ki, o torpaqlara qayıdacağıq, o torpaqların hakiminə
hökmdarına çevriləcək və elə o politologların qorxusu da reallıqlara çevriləcək. İrəvanın özündə belə Türk hakimiyyəti yaranacaq. İnşallah. Təşəkkür edirəm Bakir bəy. olun. Çox sağ olun. Əziz tamaşaçılar, efirimiz sona çatır. Sonda bir daha yayını bəyənərək paylaşmağı unutmayaq. Növbəti yayımlarımızdan da xəbərdar olmağınız üçün kanalı abunə olaraq bildiriş butonunu da açmağı unutmayın. Hələlik sağ olun. Salamat qalın.